yaşadı. Nə qədər elədilər çıxmadı. 40 gün ta ki o hadisələr olunca işə çıxmadılar. Müəllim, siz məni düzgün başa düşmədiniz. Mən Dəhrə ləhəzlə bağlı sual verirəm ki, yadınızdan çıxmayan nəsə var, bu dəqiqədə unuda bilməyəcəyiniz, oranın o hadisələr. Bağlı, O təbiət, o yaz hadisələr, məsələn, bax, Oba dağa çıxanda o yadıma gəlir. O yaylaqlara ki, maşınlar yüklənirdi, hər bir fermalar. Mal ferması ayrı gedirdi, qoyun ferması ayrı gedirdi, Ələyiz dağına ayrı, Qızılgül dağına. O hadisələr yadımdan çıxmır heç vaxt. Çünki onları təşkil edirdik, maşınla aparırdıq, palatkalar qurulurdu, yaylaqda. O hadisələr o vaxtlar gələndə elə bir ki, özümdən asılı olmayaraq qaynayır, coşur. Çal-çağır vaxtlar olur. O hadisələr yadımdan çıxmır heç vaxt. Mən də unutmuram. O hadisələr gözümün qabağımdadır. Bax, doğma torpaqların tarixi, oradakı keçmiş həyatınız haqqında gənc nəsilə, ağsaqqal kimi hansı məsləhətlər verərdiniz, mesajlar verərdiniz? Gənc nəsilə o mesajı verirəm ki, dünya inkişafdadır. Dünya inkişafdadır. Savadlı olsunlar. Dünya inkişafdadır, savadlı olsunlar. Vətənlərini sevsinlər. O yaşadığı elə bir ki, Dərəl mahalının, kətlərinin adını bilsinlər. Babalarının adını bilsinlər. Nəsillərinin hardan gəldiyini bilsinlər. O mehribançılıq nətər biz yaşamışıq orada, bir 150 təsərrüfat var idi. Orada nətər mehriban yaşamışıq, 5 kənddən yığışıb orada yaşardıq. Çox bir-biri ilə kirvə, dost, qardaşlıq, qohum. Onu unutmasınlar. Burada da davam eləsinlər. Azərbaycanda da kimliklərini, onların kimlikləri o Dərəl mahalıdır. Oradan o kimliyi alıb gəlir. Elə bir ki, kimlik. Babaları oradan yaşayıb, oradan gəlib. Burada da onlar hiss eləməlidir ki, babaları hardan gəlib, nə əziyyətlər çəkibdir, necə yaşayıblar, nə günlər görüblər. Bax, belə onları unutmasınlar. Bir söz soruşum. Oradan 1988-ci ildə çıxanda çətinliklərlə qarşılaşmadınız ki, ermənilər sizə mane olmadı ki, yolunuzu kəsən olmadı? Yox, yolumuzu kəsən olmadı. Məsələn, bir şey deyim, qardaşım Qurbanla iki qardaş Ordubaddan şofir Kamaz maşınlar, uzun Kamaz maşınlarından köçümüz gəlirdi. Doğrusu da bir dənə də zadımız, silahımız var idi. 16 kaliber. Qoymuşdum dala, diyorum, ailə ilə bir yerdə uşaqlarla gəlirəm, oturmuşum zadı. Qardaşım bir maşında, iki qardaş şofir gəlib Ordubaddan. Oturmuş, dedim, əgər hadisə baş versə, çıxardım kimsə ailəmə, uşağıma təcavüz eləsə vurum. Gəldik, Çakət var, Zadda Dərəl mahalının Paşalı rayonu da. Orada da Çakət var, gəlib otursun, orada ermənilər, Salavozad, gecələr, özdə gecə çatmışıq ora. Oturduq, biz də çay çörək özümüzlə götürmüşük, çay zad içdik ayrı yerdə. Baxdım ki, qurtuldaşırlar, ermənilər. Yavaşca dedim ki, şofirədə uşaqlara da. Dedim ki, yavaş yığışaq. Amma çörək zad yemişdik. Dedim, yığışaq, gedək. Bir də Gorusda qovağımızı kəsdilər ermənilər, polislər. Ayda hara geçsənlər, erməncəm birdən müəyyən zadlara, ənəbiyyənə falan. Orada gəldik Qubadlıda Azərbaycanlılar, Azərbaycan ustaları qəbul elədilər bizi, ay qardaşlar gələsiniz. Çox belə səmimi qarşıladılar Qubadlıda, ilk yerdir oradan, keçiddən. Stalavov var idi, orada da oturduq. O çətinliklə, onda şey eləmişəm, qorxu keçirmişəm ki, ola bilər ki, kimsə hücum eləyər ailəmə, uşağıma falan. Onda silah var idi. Silahda hazır zad da var idi, qatar. Onda dedik ki, belə özümüzü müdafiə üçün belə bir şey eləyərik. Bayaq dediniz ki, Paşa Məmmədov vertolyotla çörək zadı gətirib kəndlərə fəaliyyirdi. Bəli. Necə olmuşdu? Deməli, o nətər olmuşdu? Mən savxozdan çıxdım. Uşağın burada Sumqayıtda qıça sınmışdı. Zəng elədilər, çıxdım. Savxozun vilisi də, Paşanın vilisi, rəhmət İsyanfər bizi gətirdik rayona. Gəldik rayona, şəhər dağılır. Miting vurdum, qırğın da belə. Çatdıq, dedilər ki, zad buradadır. Artur Rəssadə baş nazirin müavini idi. Ermənistan dəmir yolunun qabağını kəsiblər.
qırğın gedir, oradan belədir, falandır. Çıxdıq gəl ki, sən burada erməniyə yol açırsan. Əsədov Əli idi, yadımdadır. Qovş Xlasif idi, Nəsrullah müəllim idi, Ələyzən Arif idi. Çox xeyli adın zad da vardı. Kimsə abmin eləyib qaydırdı, belə bax, belə hadisələr idi. Onda biz müraciət edik, buraxmırdılar katibin qəbuluna. Tahir Əliyev idi katib, yadımdadır. Girdik ora girəndə dediler ki olmaz Artur Rəssadə də çıxdılar. Nədir, nə olub dedim ki orada qırırlar. Siz burada Erməniyə yol açırsınız, bizimkiləri qırırlar orada. Nə məsələ dedim, Yağnazor rayonu, o vaxt Yağnazor adamdı. Əsil adı Paşalıdır da bizim təd. Yağnazor Əzbəyovun cəmaatı Azərbaycanlılar orada qırırlar. Siz burada Erməniyə yol açırsınız ki silah aparsın, oradakiləri qırsın. Bax o anda deməli mən çıxandan sonra Paşa, İsaq Sovet sədrləri çağırırlar rayona. Deməli, qurulmuş işdir də. Çağırırlar rayona ki, gəlin iclasa. İclasa gələndə bir qrup dığa miting eləyir, hücum eləyir raykomun binasına. Onları oradan götürür KBB-nin sədri, daxili işlər şöbəsinin rəisi götürür. Arpıya sarı, əmal yolunda gətirir onları. Orada sarı ki, buradan belə özünüz gedin. Onlar da dağla, daşla, piyada mənim arxamıza. Biz Hülislə gəlmişdik. Həmən günü də onlar gəlmişdi. Hədə gəldi, orada da görüşsə deyəm. Təzədən mən onda Paşa müraciət elədilər. Artur müraciət elədi Naxçıvana, Şəhərurdaydı azə. Naxçıvandan Maşərov var idi, general. Müraciət elədi. Orada da Ermənistanda da Samsunov erməni idi, general. Ölkəni güya ki sakitləşdirməkdən ötəri orada bir general olursun, burada bir general. O da müraciət elədi orada. Dedi, elə məsələ yoxdur. Qabağına aparıb saldat qoyublar. Postzad qoyublar. Da gediş-gəliş olmadı. Paşa onda təşkil elədi. Vertolyotla yemək. Məmmədov Paşa, Safozun direktoru. Vertolyotla apardı kətlərə, Qızılgülə, Qabaqlıya, Qalaser uca köçmüşdü. Onları sürüşmə adı ilə, Qədifən ilə Qalaseri çıxartmışdılar əvvəldən, 88-ci il əvvəlindən. O kətlərə ələyizə, hamısına produkt. Vertolyotla tökdü, gəldi. Vertolyot çökə bilmirdi. Tökdü, qayıtdı, gəldi. Ondan sonra Paşa rəhmətli, mən gəldim, dəmir yolunu açdılar. Dəmir yolu bağlanmışdı. Dəmir yolunu açdılar. Ermənistana da getdi dəmir yolu. Mən ilk dəmir yolu açılan biz gəldik. Rəhmətli Nərman, Tağdayımın arvadı qaldı. Nərman, mən, 1-2-3 nəfər də əlavə. İlk dəfə Azərzada Zəngəzur dəhlizi ilə demək olar ki, geri biz gəldik. Bax, onda Paşa təkrar BTR götürdü. Cəmaatın qalığını çıxardanda qardaşım sevindi də. Müəllimlər qalmışdı, bəyəkləri demişəm. Müəllimlər qalmışdı, ondan sonra baş mütəxəssislər, buğalteri falan beymə. Onları BTR ilə getdi qabağına. Hamısını yığmışlar samasvat maşınlara, gətirələr Heriyə, Kötandan sonra Heriyə kəndi var. O da çox sərt yolları var. Ermənilər demişdi ki, aparıb oradan baş üstə maşınları buraxacaq, qırız. Yaxşı ki, Kötanının kürp sənəyində düz yerdir. BTR-nin Paşa çatmışdı. Vayenli ilə zadından. Ona görə də o millət salamat oradan. Məmmədov Paşanın böyük fəaliyyəti oldu o Dərələy cəmaatının. Və onu başqa adamların adından... Xeyr, heç kim yaza bilməz onu. Kim deyir, o 100 dəfədə, 100 nəfər gəlsin, mən onu sobit eləyim ki, Paşa yeməkdə o təşkil elədi vertolyotunu. BTR də o təşkil elədi, getdi, o milləti salamat çıxartdı. İbrahim müəllim, sonunda bir sualım var sizə. Əgər indi bu hal-hazırda ölkə başçısı, möhtərəm prezident və Qərbi Azərbaycan icması Qərbi Azərbaycana qayıdışla bağlı böyük işlər görürlər. Torpaqlarımız geri alınarsa, o torpaqlara, o yurda qayıdarsınızmı? Demək olar ki, mən realist adamam. Yalan danışmağın mənası yoxdur. Əgər Azərbaycan ordusundan o sərhəddə, o dövrədə, İdarə ərazi mahalında olsa, müdafiə eləsə gedərəm.
Amma yoxsa bu erməni hər 100 ildən bir ibnə xalqdır bu millət. Hər 100 ildən bir qalxacaq. 18-ci ildə mənim atam danışırdı, 18-ci ildə. 1898-ci ildə doğulandı. Atam danışırdı ki, o vaxtı biz Gendərədən qaçaq düşdük, getdik Şərra sökəndik. Erməni Şərrada hücum elədi. Yapon, Mecdi, nə bilim, Mandranik köpəyoğlu it. Hamısı ki, Dərəl mahalına Vedidən başlamışdı. Dərəl götürə-götürə bu tərəfdən Qubadan, Qusardan gəlirdilər. Şamaxıdan Azərbaycanı götürmək üçün, əlinə qaytarmaq üçün. Bu tərəfdən oradan, o tərəfdən də Dağlıq Qarabağdan. Dağlıq Qarabağ Sultan bəy, Xosrov bəy Sultanov Milli Müsavat hökumətinin generalı olub. O vaxt qardaşı Sultan bəy zəng eləyib ki, erməni oradan gəlir, onun qabağını kəsir. Onlar da ağzını salıb Zabığın dərəsini orada qırmışdılar. Andranik, Mandranik oradan hamısı Mecdizad qasıb getmişdi. Bax, eləncə devirdə, yəni hər 18 il, bu da 88, 100 il çəkmədi. Hər 100 ildən bir erməni qalxacaq. Elə tipoy millətdir ki, bu mümkün olan şeydir. Öz ölkəmizin əgər qayıtsa, torpaqlarımız nətər Qarabağ şükür qayıtdı, Qarabağ alındı, torpaqlarımız qayıtsa böyük məmnuniyyətlə. Amma yoxsa erməninin tərkibində elə deyəcək ki, Türk meri könüm. Budur, erməninin sözü budur. Pastayan. Ona görə də məsləhət, mən realist adamım, olanı deyirəm. Dolğun məlumat üçün, müsahibət üçün sizə təşəkkür edirəm. Çox sağ ol. İnşallah vaxt olsun, zaman olsun, dərələrinizdə görüşək. İnşallah. Qoy azadçılıq olsun, sülh olsun, getmək olsun ki, gedib heç olmasa atamızın, anamızın, orada olan valideynlərimizin, o yaylaqlarımızı, o torpaqlarımızı, o saldığımız ağaçları, o becərdiyimiz ağaçları böyüyüb indi baxırsan, internetdə baxırsan, meşə kimi görükür, qabaqlı. Mərtəbələr, 2 mərtəbəli evlər tikmişdik, hamısı alt üst, məktəbi, klubu, şəraiti, hər cürə şərait. Gedib adam baxardı, elə gözü ilə baxardı. O böyük, onu istəyərdim. Onu istəyərdim ki, gedim baxım. Çox sağ olun. Sağ ol.